Hazırsınızsa, başlayaq Novruz ənənələrini bir-bir gözdən keçirməyə. Novruzda bir sıra gözəl ənənələr var. Məsələn, tonqal qalayıb üstündən atlanmaq, yumurta sındırmaq, papaq atmaq və ya qulaq falına çıxmaq bunlardan bəziləridir. Həmçinin səməni yetişdirilir, xonça bəzədilir, qohun-qonşuya pay göndərilir. Novruz süfrəsi, yəni xonça, bayramın ən önəmli hissələrindən biridir. Süfrəyə mütləq həftənin 7 növ yeməyi, səməni, boyanmış yumurtalar, şəkərbura, paxlava və digər şirniyyatlar qoyulur. Həmçinin süfrədə şam, güzgü, su və bolluq rəmzi olan başqa şeylər də olur. Yumurtalar müxtəlif rənglərdə boyanır və süfrəyə bəzək verir. Süfrənin qurulması həm də ailənin birliyini və bərəkətini göstərir. Uşaqlar üçün Novruz bayramı lap maraqlı vaxtdır. Onlar papaqlarını atıb bayram payı yığır, tonqalın üstündən atlanıb əylənir, yumurta sındırma yarışı edirlər. Həmçinin bəzən milli geyimlər geyinib şənliklərə qoşulur, Novruz mahnıları oxuyurlar. Kosa və keçəl obrazları da ki, uşaqların ən çox sevdiyi personajlardır. Onlar məsəkəli oyunlar oynayır, uşaqları güldürürlər. Novruz gəldi, bahar gəldi, yurdumuza min bərəkət gəldi. Səmənələr düzüldü, könüllərə sevinç süzüldü. Novruz gəlir, yaz gəlir, nəğmə gəlir, saz gəlir. Elimin anasıdır. Gözəl Novruz, şən Novruz. Və videomun sonuna gəldik dostlar. Kanalıma abunə olub like atmalı unutmayın. Sağ olun.